Dövlət Film Fondunu yaradan şəxslərdən biri də siz olmusunuz. Həmin məkan sizə çoxmu doğmadı? Hətta belə bir ifadə işlətmişdiniz ki, mən olmayanda ruhum orada olacaqdı. Hə. İndi kimlərin ruhu gəzir orada? Rəhmətə gedən bütün sənətkarlarımızın, əsasən də rejissorlar və operatorların ruhları oradadır. Orada. Təsəvvürü götürürəm ki, axşam olur, bağlanır oraya, hamı çıxıb gedir. Orada onların filmləri saxlanılır. Bəli. Qorunur o filmlər. Vaxtı ilə mənə deyirdilər, bu Mişailov 20-ci illərdə, 30-40-cı illərdə işləmiş Mişailov. Ağarza Quliyev 23-cü ildə gəlib kinoya. O, başqaları köhnə, bunlar deyirdilər ki, bizim filmlərimizin taleyi necə olacaq? Moskvada var, arxiv var. Amma bizimkilər hamısı kinostudiyanın bazasında saxlanılır. Oradan da yağışlar yağanda tökülür filmlərin üstünə. Necə olacaq bunlar? Amma indi onların ruhları çox belə sevinirlər ki, öz Şaddır ailələr, ruhları. bu ruhları şaddır. Çünki onların o filmləri hamısı bilirsən necə qorunur, adamlardan yaxşı qorunur filmlər. Nə gözəl. O yay vaxtında oraya bokslara girmək olmur. Çünki sərindir. Sərindən. Elə sərindir. Ora misal üçün o yayın avqust ayında buşlaq giyinmədən içəri girəməzsən. O birdə bir qız vardı, işləyirdi montajnısa. O elə xəstələndi. Getdi bu nazi şeylə belə girirdi, çıxırdı, çıxırdı. Axırda xəstəliyə düşdü. Bilirsən, o elə qorunur. Yaxud da ki, qışda o soyuq ki var ha, o soyuğu buraxmaq olmaz filmlərin üstünə. Onda da onların temperaturu var. Bu temperaturda saxlanır, hansı ki, nə soyuqdur, nə isti. Ev temperaturu. Hə, o şəkildə orada 10 minlərlə filmlər var. Hamısı qorunu saxlanılır. Sonra bizdə orada yanar lent var. Lentlər qabaqları nitra asnova deyirlər. Onu spiçkanı vuranda belə bir bomba kimi yanırdı lent. Hətta elə Sovet İttifaqında mən gedib gəlirdim də bu iclaslara, orada deyirdilər. Elə kinoprokat var idi ki, indi bizdə prokat yoxdur indi. Prokat qabaq var idi bizdə prokat. O prokatlarda montaj insanları oturub işləyirlər. Lentləri fırradırlar belə, işıq zat düşür axura. Birdən alışır. Alışırdı yananda onu söndürmək mümkün deyil. Elə olub ki, bina yanıb o lentdən. Amma indi onlar, o lentlər qiymətli lentlərdir. Onlar əsrlərlə qalacaq həmişə. Özdə o lentlər, ayrıca boks var bizdə. Onun içində saxlanılır.